Rusiyalı milyarder Vladislav Dorodin və supermodel Naomi Campbell'in adları Amerikalı maliyyəçi Jeffrey Epstein ilə bağlı sənədlərdə yer alıb. Today Press TV xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb. Məlumata görə Dorodin 2010-cu ildə Amerikalı maliyyəçini Qahirədə keçirilən bir məclisə dəvət edib. Bundan əlavə, Epstein Rusiyalı iş adamının 2008-2013-cü illərdə münasibətdə olduğu Naomi Campbell'in Kan şəhərində keçirilən 40 illik yubiley tədbirinin qonaqlar siyahısında da olub. Sənədlərdə həmçinin qeyd olunur ki, Epstein 2010-cu ilin sonu, 2011-ci ilin əvvəllərində bir neçə dəfə Rusiya vizası almağa cəhd göstərib. Dorodinin köməkçiləri ona Londonda fəaliyyət göstərən bir agentliklə əlaqə saxlamağı tövsiyə ediblər. Lakin bu viza prosesini sürətləndirməyib. Bundan başqa məlumatlara görə Naomi Campbell'in xahişi ilə Dorodin tərəfindən Moskvada inşa edilmiş yaşayış kompleksində Epsteinə mənzillər də təklif olunub. Namiq Abbasov, Today Press TV.